Turan Tovuzun baş məşqçisi Qurbanberdiyev milli komandaya hörmətsizlik edib. Bu mənim şəxsi fikrimdir. Şahta Qusarla kubok oyunundan sonra Qurbanberdiyeva Ayxan Abbasovun klublarda oynayan futbolçuların daha da çox oynaması üçün başqa klublara keçməsi ilə əlaqəli sual veriblər. O da bir kobud formada cavab verib. Меня не волнует то, что говорит главный тренер сборной. Çox nahaq. Bu milli komandanın baş məşqçisinin fikirləridir. Düzdür, səhvdir. Onun fikirlərinə hörmətlə yanaşmalıdır. Hər bir məşqçi. İstəyir yerli məşqçi olsun, istəyir xarici məşqçi. Qurbanberdiyev, siz Azərbaycana gəlmisiniz, siz Azərbaycanda yaşayırsınız, siz Azərbaycan klubunun pulları ilə işləyirsiniz, maaş alırsınız və milli komandanı ola bilər heç düşünmürsünüz, heç vecüzə də almırsınız. Amma hər halda öz fikrinizi ürəyinizdə saxlayın. Onu belə kobud formada açıqlamayın. Milli komandaya kömək etmək lazımdır. Əgər siz heç kömək etməyi də istəmirsinizsə, heç olmasa bu cür formada milli komandanın baş məşqçisinə cavab verməyin. Bu sadəcə olaraq məşqçilər arasında hörmətsizlik yaradır. Sabahları Ayxan sizdən kiçik olan bir adam yaşca, o durub sizə kobud formada bir söz desə, xoşunuza gələr?